İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xameneyinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib. Məsud Pezeşkiyan martın 8-də Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında dövlətimizin başçısına minnətdarlığını ifadə edib. Daha sonra Məsud Pezeşkiyan Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək hadisənin araşdırılacağını vurğulayıb. Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.